Salam uşaqlar, bugün güvənin deməli testi var məndə. 8-ci sinifə aiddir, sınaq 1-dir. Gəlin bunu işləyək. Deməli, burada 4-cü suala qədər dinləmədir, dinləmə yoxdur. Ona görə də 5-ci sualdan başlayacağım mən. Так, укажите верное продолжение предложения. Юный полиглот. Burada cümləni tamamlamalıyıq özümüz. Tak, qələm götürün. Deməli, юный полиглот. Полиглот uşaqlar çox dil bilən insana deyilir. Знает 6 языков deyə biz C variantı burada seçə bilərik. Какое слово не сочетается с существительным музыка? Не сочетается, yəni muzika sözü ilə uyğun gəlmir. Hansı deyir ki söz? Əlbəttə ki, məsələn, milli musiki var, cazdır, klasika, yüksək musiki var, amma jadnaya olmur. Ona görə E variantını seçirik. E'də də укажите словосочетание с прилагательным в мужском роде. Deyir ki, sifəti seçməli, hansı ki, kişi cinsində verilibdir. Məsələn, любимые часы, sevimli saat burada уже cəmdə verilibdir. Ясная погода qadın cinsindədir. Старинные деньги buradadır, cəmdədir. Полное образование burada orta cinsdə verilib. Kirpiçli dom, dom какой? Kirpiçli deyə biz deməli mужской rodda bunu seçirik. D variantını. 8-də подберите слово близкое по смыслу к слову лечебный. Yəni лечебный sözü müalicəvi. Bizə sinonim, близкое по смыслу lazımdır. Оздоровительный. A. Так, дальше. Так, дальше. 9-cu sualımız. 9-da deməli, в каких словах звуков больше, чем букв? Звуков больше, чем букв. Deyir ki, hansı sözdə səs çoxdur hərfə baxanda. Gəlin baxaq da. Məsələn, agrada sözü var. Agradada 6 hərf. Tak, 6 hərf. Buraya yazdım. 6 hərf və 6 səs var. Düzdürmü? Adjutant sözündə gəlin baxaq. Deməli, 8 hərf və 8 deməli səs var. Priyom sözündə 5 hərf və 6 səs var. Sonra villa sözündə burada deməli villa sözündə 5 hərfimiz varsa 2 L uzanır deyə 1 L kimi olur. Deməli 4 dənə səs verir. Sonra sborщик. Sborщик bizdə 7 hərfdirsə və 7 səs var. Agitasiya sözündə bizdə 8 hərf var və ya 2 səs verir deyə 9 deməli hərfimiz var. Bu şəkildə. Deməli, burada da bizə səs çox olan hansıdır? Görürsünüz də 2 və 6. Priyom, çünki 5 hərf var, 6 səs var və agitasiya 8 hərf və 9 səs. Yəni B variantı 2 və 6. 10-cu sualda. В каком слове есть звук Ş? Deməli, hansı sözdə Ş deyir, səsi var. Uşaqlar, bax, belə bir bizim deməli qaydamız var da. Bunu yadımıza salaq. S, tak, burada yazıram S və Ç hərf birləşməsi və Z, Ç bizdə Ş səsim verir. Ona görə də рассказчик deyə biz C variantı burada götürə bilərik. Так, 11-də в переносном значении употреблено прилагательное в сочетании. Deməli, deyir ki, məcazi mənada hansı söz birləşməsi düz gəlir? Pustaya комната, məsələn, boş otaq, pustaya коробка, boş deməli kutu, пустой шкаф, пустой кошелек, pustaya голова, başı boş deyiriksə, burada переносном значении, yəni 11-ci D variantıdır. 12-də deməli burada deyir ki, укажите ошибку. Burada səhv var. Deməli burada мужской род da verilibdir hamısı. Глубокий, ровный, сладкий, добрый, крепкий. Amma burada padejlara görə o sözlər deməli dəyişibdir və deyir ki, burada hansı söz düzgün padejlara, yəni səhv var.
Глубокий, dərin deyilsə, glubokay olanda, bax, səhv buradadır. Glubokay. Glubokay burada qadın cinsində bu istifadə olunur. Məsələn, glubokava olmalıdır da burada. Olsa, məsələn, какого родительный падежdə? Glubokava deyə, burada ого deyə biz yaza bilərik. Məsələn, ровный, равному deyə дательный падежdə görürsünüzmü? Сладкий, сладкого, məsələn. Добрый, добрым, каким? Добрым. Burada уже tvarительный. Məsələn, крепкий, о крепком. Burada hamısında deməli düzgün verilibdir падежlərə görə. Bircə A variantı, deməli глубокого, burada ошибка. Так, 13-də в каком слове пишется гласная А? Deyir ki, hansı sözdə A yazılır? Чайник A, черемуха E, чудовище U, E variantında U, чудовище, чемодан и чистотел. Deməli, A bizdə çaynik sözündə yazılır. A variantında. Так. Dəlşə. Bunu silirəm. 14-də. 14-cü deməli 14-cü sualda gəlin baxaq. Так. 14-də в каком предложении есть порядковое числительное? Deyir ki, hansı deməli cümlədə порядковый sıra sayı, yəni birinci, ikinci. Bax bu şəkildə. Семеро одного не ждут. Семеро. Burada yox. Burada miqdar saydı. Один поле не воин. Burada da miqdar. 7 раз отмерь, 1 раз отрежь. Burada da deməli bizdə miqdar saydı. 7 пятниц на неделе. Burada da сильный ветер в первые дни. Первые burada уже sıra saydı. Birinci. Deməli E variantı bizdə düzdür. 15-ci sual. Укажите порядковое числитель. Burada da sıra sayı tapmalıyıq. 20, 50, milyon, sotnya, 90. Bax, 90, 90-cı deyiriksə, biz D variantını seçirik. 20, 50, milyon burada уже onlar saydı və miqdar sayında. Sotnya burada isimdir. Что? Sotnya, yəni yüzlük deyirik də. 16-da составьте предложение. Так, юный пианист исполнил ромans Üzeyra Qacibəyli. Deməli 16-da onda bizdə B düzdür də. B variantı. Так, B variantıdır. Дальше. 17-də укажите прилагательные во множественном числе. Во множественном числе. Deməli bizə sifət cəmdə lazımdır burada. Cəmdə. Так. Deməli, открытых, открытые, открытого, открытый, открытыми. Baxın indi. Открытых. Məsələn, deyə bilərik, каких открытых, на открытых окнах, açıq pəncərələrdə deyir, уже множественное число. Bu şəkildə də bilə bilərsiniz. Məsələn, открытое. Məsələn, deyək ki, какое? Открыт, открытое окно, açıq pəncərə. Görürsən, tək haldadır. Открытого, какого? Burada da единственное число olur. Məsələn, открытого окна deyə də bilərik məsələn. Ondan sonra открытой deyəndə какой? Burada da единственный. Открытыми. Görürsünüz, burada cəmin sonluqları var. Какими? Məsələn, deyək ki, с открытыми глазами deyə. Bu şəkildə. Deməli, bizdə 1 və 5 burada cəm halda verilibdir. Дальше. Выберите верный вариант. 18-də düzgün variantı seçməliyik biz. На берегу реки открыли новый парк отдыха. Так. Так, davam edək. На берегу реки открыли новый парк отдыха. Deməli, çay qırağında yeni park açdılar. Istirahət parkı. Там сделаны дорожки для прогулок, площадку для игр и установили фонари. Там сделали deyəndə uşaqlar bu söz проложили desə lap düz olar. Nəysə, orada deyir ki, gəzmək üçün yollar, sonra plaşatkalar oyun üçün və fanarlar deməli quraşdırdılar. Вечером park собирает много людей. Axşamlar parkda çoxlu insanlar olur. Deməli, orada söhbət nədən gedir?
В tексте говорится о строительстве нового моста. Burada körpüdən danışılmır. В tексте говорит о работе фонарей в городе. Deyir ki, fanarların şəhərdə işlədikləri. O da lazım deyil. В tексте говорится о парке отдыха у реки. Bəli, bax, C variantı bizdə uyğundur. Çünki orada nədən söhbət gedirdi? İstirahət parkından, hansı ki çayın qırağında da, sahilində yerləşir deyə biz C variantını burada götürürük. Belə. İndi keçək 19-cu sualımıza. Tak, 19-cu sualımız. Tak, görüm. Tak, telefonda. Biraz çətindir deyə işləmək uşaqlar. Aha. Tak. Burada 19-cu sualımız belədir. Выберите верный вариант. Düzgün variantı seçək. Gəlin baxaq. Так. В музее города открылась выставка редких картин. На ней представлены работы художников XIX века. Посетители могут увидеть полотна, которые раньше не показывали широкой публике. Deməli, burada nə edirik? Burada deməli eynən 18-ci tapşırıq kimidir. Yəni düzgün biz variantı seçməliyik də. Gəlin indi bunları da seçək. Tak. Deməli, музей города открылась выставка редких картин. Deməli, şəhərdə sərgi açılıbdı nadir rəsmlərə görə. Belə deyək də. Deməli, şəhər muzeyində nadir rəsmlərdən ibarət sərgi açılıbdı. Belə düz olar. На ней представлены работы художников XIX века. Deməli, burada 19-cu əsr rəssamlarının əsərləri təqdim olunur. Sonra посетители могут увидеть полотна, которые раньше не показывались широкой публике. Ziyarətçilər daha əvvəl geniş ictimaiyyətə nümayiş olunmayan, belə deyək, olunmayan rəsmləri görə bilərlər. Deməli, A variantına muzey открылась выставки художников-маринистов. Burada düz deyil. Muzeydə deməli rəssamların sərgisi açıldı, marinistlərin yox, ondan söhbət getmir. На выставке представлены работы художников XVIII века. Sərgidə 18-ci əsr rəssamlarının əsərləri təqdim olunur. Düz deyil, 19-dan söhbət gedir. Publike были предоставлены самые известные картины художников. Deyir, sərgidə ən məşhur ictimaiyyətə təqdim olunur. Məşhurları yəni də rəssamların nümayiş olundu. Çünki biz bilirik ki, ictimaiyyətə nümayiş olunmayan əvvəllər, yəni tanınmamış demək lazımdır da burada. Sonra на выставке смогли участвовать лишь школьники средних школ. Sərgidə yalnız orta məktəb şagirdi iştirak edə bilirdilər. Bu da düz deyil. Выставка художников XIX века была открыта в музее города. Deməli, şəhər muzeyində 19-cu əsr rəssamların sərgisi açıldı. Bəli, bax, indi Y variantı həqiqətən də bura uyğundur. 20-dən. Tak, 20-dən. В горах выпал первый снег. Dağlara ilk qar yağıbdı. Лесные тропинки и вершины покрылись белым ковром. Meşə yolları və deməli silsilələri ağ xalça ilə örtülmüşdür. Туристы готовятся к зимнему сезону. Многие берут лыжи и сноуборды, чтобы отправиться на склоны. Deyir ki, turistlər qış mövsümünə hazırlaşır. Çoxları yamaclara vurmaq üçün xizək və snowboard götürürlər. Deməli, alpinistlər готовятся к зимнему сезону. Burada alpinistlərdən söhbət getmir. Düzdürmü? Turistlərdən söhbət gedir. Alpinistlərdən yox. После обильного снега в горах туристы стали расчищать склоны гор. Yəni, burada deyir ki, güclü qar yağandan sonra turistlər dağ yamacları təmizləyirdilər. O da düz deyil. В лесу выпал первый снег, который нарушил коммунальные системы. Deyir ki, ilk qarın yağması ilə deməli, belə deyək də, kommunal qış mövsümündə, yəni kommunal sistemləri sıradan çıxdı. Orada vəbşə ondan söhbət getmir. Ondan sonra с первым снегом туристы начали готовиться к зимнему сезону. Bəli, turistdə deməli
ilk qarın yağması ilə turistlər qış mövsümündən hazırlaşmağa başladılar deyiriksə, deməli düzdür. Burada D variantı uyğundur. D variantı. Tak. İndi keçək bizim mətnimiz var uşaqlar. Onu oxuyaq. Mən tərcümə edim çünki bu bir neçə sualda bu mətnə aiddir. Так. Карабахская кухня – это часть богатой азербайджанской кулинарной традиции, которая складывалась веками и впитала в себя как местные, так и региональные особенности. Deyir ki, Qarabağ mətbəxi Azərbaycan kulinariya ənənəsinin bir hissəsidir. Deməli, deməli, əsrlər boyu formalaşmış həm yerli, həm də regional xüsusiyyətləri özündə cəmləşdirir. Дальше. Она известна своим разнообразием, сытностью и использованием натуральных продуктов. O öz müxtəlifliyi, qidalılığını və təbii məhsullardan istifadəsi ilə tanınır. Особое место в карабахской кухне занимают мясные блюда. Deyir ki, Qarabağ mətbəxində ət yeməkləri xüsusi yer tutur. Здесь широко готовят кебабы, долму из виноградных листьев и капусты, блюда из баранины и телятины. Deməli, burada kebablar, üzüm yarpağından və kələmdən hazırlanan dolma, qoyun və mal ətindən olan yeməklər geniş yayılmışdır. Так, дальше. Неотъемлемой частью застолья является пити. Суп из нута, мяса и овощей, который готовится в глиняных горшочках. Deməli, deyir ki, ən çox da, deməli, piti, ət və tərəvəzdən gil qablarda hazırlanan isə ayrılmaz yeməklərindən biridir də, belə deyək. Sonra, Qarabağ также славится мучными изделиями. Qarabağ həm də un məmulatları ilə məşhurdur. Популярны кутабы, тонкие лепешки с зеленью или мясом, а также различные пироги, среди которых особенно известен сладкий кутаб с тыквой. Deməli, məşhur kutablar göyərti və ya ətlə hazırlanan nəzik yastı çörəklərdir. Həmçinin xüsusilə balqabaqlı şirin kutab kimi müxtəlif piroqlar da tanınır. Важное место занимают молочные продукты и приправы. Süd məhsulları və ədviyyatlar mühüm yer tutur. Сыр, мацони, йогурт используются как самостоятельные блюда и добавки к мясу. Süd, deməli, pendir, qatıq və yoğurt da, yəni müstəqil yeməklər və ətə əlavə olaraq istifadə olunur. Традиционно применяются ароматные травы, кинза, базилик, тархун, которые придают блюдам особый вкус. Ənənəvi olaraq ədviyyatı otlar, kişniş, reyhan, tərxun istifadə edilir ki, bu da yeməklərə ətirli bir dad verir. Не стоит забывать и о сладостях. Deməli, şirniyyatı da unutmaq olmaz. Карабахи любят готовить пахлаву, şəkərburu, а также сухофрукты и орехи, которые подают к чаю. Deyir ki, Qarabağda paxlava, şəkərbura, eləcə də çayın yanında təqdim olunan quru meyvələr və qoz fındıq hazırlamağı sevilir. Чай сам по себе важный элемент трапезы. Обычно его подают в армудных стаканчиках с вареньем. Çay özlülüyündə deməli süfrənin vacib elementidir. Onu adətən mürəbbə ilə armudlu stəkanlarda deməli verilir. Карабахская кухня – это гармоничное сочетание мяса, зелени, молочных продуктов и сладостей, которое отражает гостеприимство и богатую культуру региона. Deməli, Qarabağ mətbəxi ət, göyərti, süd məhsulları və şirniyyatların qonaqpərvərliyi və regional zəngin mədəniyyəti əks etdirən harmonik, belə deyək, bir vəhdətdir də. İndi uşaqlar, mən keçirəm, mətni oxuduq və tərcümə etdik. 21-ci tapşırığımızda определить основную мысль tекsta. Əsas ideyası burada nədən söhbət gedir? Gəlin ona da baxaq. Deməli, особое место в карабахской кухне занимают мясные изделия. Deyir ki, əsas, deməli, Qarabağ mətbəxində ət məhsulları xüsusi yer tutur da.
B variantında Qarabağska kuxnya часть богатой azərbaycanской kulinariya. Qarabağ mətbəxi zəngin Azərbaycan mətbəxinin bir hissəsidir. Bəli, bunu götürə bilərik biz. B variantını. Так. 22-də значению пирожки. Так. Пирожки из теста с рисунком на поверхности и начинка из молотого ореха, сахара и кардамона. Соответствует тексте слова. Deməli, burada belə bir söz verilibdir də. Deyir ki, pirajkiyə oxşar, üstündə naxışları olan, içliyi qozdan, pesokdan və hildən ibarət olan hansı bir deməli şirniyyatdır. Əlbəttə ki, biz bilirik ki, bu şəkər buradır. A variantıdır. Дополните предложение со словами из текста. Здесь широко готовят. Burada mətndə var. Здесь широко готовят кебабы и долму. Sinonim slova пиршество, обед, еда. Bu hamısı ziyafət, yemək, məclis deməkdir və B variantı trapiza deyə sinonim sözüdür. Belə. Keçək 25-ci tapşırığımıza. Укажите верное по tекstu. Deməli, mətnə uyğun olan seçməliyik. Так, gəlin baxaq. Deməli, piti готовится из баранины и фасоли deyir ki. Piti ət qoyuna və lobyadan, yox, nutdan da, yəni burada düz deyil. Çayная трапеза в Qarabağ важный элемент застолья. Çay Qarabağda istənilən yeməyin mühüm tərkib hissəsidir. Bəli, bu düzdür. 2-də düzdür. Молочные продукты используются только как самостоятельные. Не только как самостоятельные. Ona görə də biz onu deməli götürmürük. Çünki biz bilirik ki, tak, indi sizə görsədim. Çünki burada yazılıb ki, используются как самостоятельные блюда и добавки к мясу deyə yazılıbdır. Ona görə də yox, onu götürmürük. Piti в Qarabağ готовят только в тандыре. Тандырda yox. Piti. Так, в Qarabağ известен сладкий кутап, приготовленный из тыквы. Balqabaqdan olan kutab, bəli. Kutab это утолщенное тесто с рисом и гречкой. Yox. Kutab это deməli утолщенное, yəni deyir ki, qalın xəmirdən olaq, qarabaşaqlı düyülü də. Amma biz bilirik ki, kutab это тонкие лепешки зеленью или мясом. Ona görə də 2 və 5 burada uyğun gəldi. 26-da da uşaqlar mətni, deməli, mətn yazmalıyıq və o mətni mən indi bu videonun altında paylaşaram. Çünki yazmaq burada biraz çətindir. Ona görə də ən yaxşısı elə mən ən aşağıdan yazaram. Məsələn, necə yaza bilərik? Burada. Məsələn, deyək ki, yazda Mişa və Katya birlikdə bağda kiçik bir alma ağacı əkdilər. Ağacın böyüməsini səbirsizliklə gözləyirdilər. Uşaqlar onu diqqətlə suarırdılar və il boyu ona qulluq edirdilər. Nəhayət gözəl bir payız gəldi. Alma ağacı böyüdü və bol məhsul verdi. Sevincli uşaqlar, deməli, belə deyək də, sevincli uşaqlar götürdülər öz səbətlərini və özlərini, deməli, başladılar almaları yığmağa. Onlar, deməli, səbətləri ağzına qədər doldurdular, zəhmətlərinin bəhrəsi ilə fəxr etdilər də. Bax, belə bu şəkildə deməli bir mətn olacaq. İndi onu da yazacağım inşallah bu kommentin altında. Sağ olun, görüşərik.